Vəssalam, mən bundan başqa yolum yoxdur. Bax, indi yaxın əyləşin ki, sizə bir yol deyim axırıncı gündə. Yaxın əyləşin sizə bir yol deyim. İlahi deyirsən, itayət və tövbədir yol. Mən heç birini bacarmıram. Bacarmıram da. İndi yaxşı, sağollaşaq, gedim cəhənnəmə başını salın. Bitdi mənim üçün. Başqa bir yol qoymamsan. Başqa alternativ yoxdur. Yəqin ki, bir yol vardır. Bir yol var. Allah dediyi bir yol var. O nə yoldur? Allah deyir, sənin üçün bir şey fikirləşmişəm. Sənin üçün bir şey fikirləşmişəm. Ehtiyat planım var. Sənin üçün mehriban imamlar qərar vermişəm. Sənin üçün mehriban peyğəmbər qərar vermişəm. Onlar sənin üçün əziyyət çəkir, yanır və məzlum olur, zülmə məruz qalır ki, itayətlə sınmayan təkəbbür bütün bunların qabağında sınmağın asanlaşdırmışam sənin üçün. Bu ehtiyat planıdır. Sən ki, heç nə bacarmadın, Hüseyin ki var, səndən bir şey, Hüseyinə bax. O öz için görsün. Görün nə gözəl Allahdır. Görün nə gözəl aləmdir. Nə gözəl aləmdir. Sən itaət eləyib kiçilə bilmirsən, Hüseyin səni əridər öz məzlumiyyətinlə. Hüseyin səni əridər.